Analiz elədilər, nə yumurtası idi, içində nə var idi, analiz olub ölkədə. Bilmirəm, məlumatım yoxdur. Bəlkə onun içində millətə zəhər yedizdiriblər. Bəlkə 5 ildən sonra insanlar öləcək. Bəlkə o yumurtaların içərisindən Azərbaycana virus yayılıb, yeni xəstəliklər yaranacaq. Analiz olunub bu ölkədə, yox. O yumurta satan bir dənə iş adamı var, adı nədir onun? O açıqlama verir mi məsələlərdə? Yumurta, nədir o? Mürvət, yumurta mürvət. Mən müraciət eləmişdim, səsi çıxmadı, göyərdi. Yox, yumurta mürvət açıqlama verdi ki, bunun arkasında kim durur? Yumurta mürvət deməyindən mi? Yox, halq arasında elə də, yumurtanı Azərbaycana gətirən odur da. İsrailin yumurtalarını gətirir da buraya. O yumurta ki, onu qoyursan cücə çıxır, amma o cücənin yumurtaladığı yumurtadan cücə doğulmur. Genetikanı dəyişən, insanların bütün dünyasını dəyişən anti-insan hərəkətlərlə məşğul olanlar bunlar deyilmi? Ona belki sen yumurta satansan, yumurta xalq arasında da sana yumurta mürvət deyilir, bizi nə deyəcəksən? Yox xanım, onun adam dəmir satır deyirlər, dəmir Əhməd, qarpız satana qarpız falan kəs deyilir, bu da yumurta mürvətdə də, burada nə var abi? Gedin baxın, bütün yumurtaları, fabrikləri o gətirir, hansı bağlılıqları var? Kimlə iş birliyindədir? Azərbaycana vurulan zərbələrdə bunlarla bir yerdə qida təhlükəsizlik komitəsi hansı addım atdı, hansı açıqlama verdi bu ölkədə? Yox, sıfır. Candır bəy, niyə hər şey bu qədər dramatikləşirir? Niyə dramatikləşirir? Ayda, bəlkə yumurta xarab olur, ona görə deyil. Ay xanım, mən də deyiləm, açıqlama versinlər, analiz edin, çıxarsınlar. Elədir, dünən verdi açıqlama. Yox, analizini çıxarsınlar ki, onun içində zəhər olmuyor, onun içində virüs olmuyor. İndi adamlara ildən yamda bir dəfə 1 qəpiyə yumurta satdılar, cəmaat sevindi, getdi, tökülüşdü, aldı, niyə onlar da qul qoyar? Bir saniyəliyinə sevilən bir xalq ömür boyu şikəst olacaqsa o sevinç kimə lazımdır? Yəni elə bir əsas var mı ki? Mən də deyirəm ki, ona izahatı verilsin. Araşdırın başqa məsələ. Araşdırma verilsin. Mən deyirəm qida təhlükəsizlik komitəsinin mövqeyi var mı? Araşdırma aparıb ki, o yumurta hardan gəlib, necə satılıb, niyə satılıb, deyilib, yox. Mövzu ondan gedir ki, xanım, Azərbaycanın qida gücü daha çox yerli gücə dayanmalıdır. Kənardan gətirilən sonsuzlaşdırma siyasətinə Azərbaycan aparan siyasətdən, qidalardan imtina edilməlidir. Azərbaycanda yeni nəslin övladları olmur. Xəbəriniz var mı? Niyə? Bu qidaları yeyirlər. O qidaları yediklərinə görə onların övladları olmur. Azərbaycanda nəsil azalması var. Əhalinin sayının azalması var. Bilirsiniz də yəqin ki. Bu bizi hara aparır? Bundan biz danışmalıyıq. Ən böyük cinayət budur. Ona görə Ləman xanım,